Mayor salam. Bugün idmandan danışırıq, amma bu dəfəki qonaqlarımız sadəcə idmançı deyil, onlar həmçinin idman səfirləridir. Bəs idman səfiri kimdir? İdman səfiri olmaq nə deməkdir? Bugün bu barədə danışacağıq. Dostlar, qonaqlarımız idman səfirləridir. Xoş gəlmisiniz. Xoş gördük. Sağ olun. Biz bugün idman səfirinin nə olduğundan ilk başda danışmaq istəyirik. Amma sizə ən birinci təbrik edirik. 2025-ci ilin idman səfiri seçilmisiniz. Bu böyük bir nailiyyətdir. İdman səfiri olmaq nə deməkdir? Əvvəla təşəkkür edirəm bizi bura dəvət elədiyinizə görə və təbrikinizə görə. İdman səfirinin əsas məqsədi idmanı təbliğ etmək, gənclər arasında təşviq etmək, həmçinin gəncləri sağlam həyat tərzinə dəvət eləməkdir. Bizim əsasən biz tədbirlərə qatılırıq. Bir də öz sosial şəbəkələrimizdə idmanın təbliğatı, təşviqatı haqqında paylaşımlar edirik ki, gənclər görüb daha çox sağlam həyatla məşğul olsunlar. Seçim prosesi necə baş tutdu və necə fikirləşirsiniz? Niyə idman səfiri olaraq məhz sizi seçdilər? Seçim zamanı biz öz namizədliyimizi irəli sürdük. Daha sonra isə artıq komissiya qabağında biz özümüzü belə deyək, öz slaydlarımızla özümüzü ifadə etdik. Kimi və hansı nailiyyətlər var, nə kimi bacarıqlarımız var və ona əsasən də bizi idman səfiri olaraq seçdilər və təbii ki, bu məsuliyyətli bir işdir. İdman səfiri olaraq nə vəd edirsiniz? Əvvəl onu qeyd edeyim ki, seçimdə bəzi kriteriyalar var idi ki, o kriteriyalara səfirlər cavab verməli idi. Seçim bununla olurdu. Onlardan biri əlbəttə idmanda yüksək nəticələri olmalı idi idmançının və az da olsa tanınmış olmalı idi. Azərbaycan idmanının içərisində tanınmış bir üzv olmalı idi. Və idmanın inkişafı üçün də tək öz nəticələri üzərində yox, həm də öz idmanın inkişafı üçün də bəzi xidmətləri olmuş olmalı idi. Əlbəttə çox olsa daha yaxşı. Yəni o üstünlük verirdi ki, o səfir kimi seçilmiş olsun. Buyurun, siz necə fikirləşirsiniz? İdman səfiri olmaq üçün məhz hansı kriteriyalara sahib olmaq lazımdır? Əlbəttə ki, bizim davranışımız cəmiyyət içərisində və biz üzvdə olan idmançılar kimi özümüzü yaxşı tərəflərini nümayiş etdirməli. Gənclər də bizi görüb təkcə idmanda yox, digər şeylərdə biz onlar üçün kumbir olmalıyıq. Və belə düşünürəm ki, bizim seçilmiş idman səfirləri hamımız bu yolda doğru addımlar atırıq. Hər birimiz işimiz də ki, idmanla ibarətdir. Çünki hər birimiz yığma komandalarda, yeniyetmələrdə, gənclərdə məşqçi işləyirik və yaxud da bəzilərimizin şəxsi klubları var, öz adına açdığı idman akademiyaları var ki, biz orada hər birimiz öz idman növümüzü inkişaf elətdiririk. Cüdonu olsun, tekvando olsun və digər idman növləri olsun. Yəni bizim də işimiz ondan ibarətdir ki, belə həm öz istiqamətlərimizdə, həm Gənclər İdman Nazirliyinin bizə göstərdiyi etimadı doğrudaraq gənclərimizi, nəinki gənclərimizi, bütün insanlarımızı idmanı sevdirək. Belə. İdman səfiri olmaq idmançının özünə nə qazandırır? Bu həm karyera baxımından, həm də şəxsi həyat baxımından ola bilər cavabınız. Hamımız bilirik ki, idman həyatı bitirəndən sonra biraz kənarda qalmaq kimi bir ehtimal olur. Amma buradan Gənclər İdman Nazirliyinə təşəkkürümü bildirirəm ki, biz idmanı bitirdikdən sonra da idman səfirləri kimi belə tədbirlərdə iştirak eləmək bizim yenə də kölgədə qalmağımıza imkan vermədilər və biz yenidən idman içərisində olduq və belə deyim, mən güləşən vaxt heç bu qədər tədbirlərə, verilişlərə çıxmırdım, nəinki idman səfiri olandan sonra. Yəni, bu da bir məqsəd odur ki, bizim məşhur idmançılarımız, yəni onlar kölgədə qalmasın deyə və idman səfiri kimi öz işlərini davam elətdirsin və yenə də gündəmdə olsunlar. Bəs siz necə düşünürsünüz? İdman səfiri olmaq sizin özünüzə nə qazandıracaq? Belə desək, yəni biz nəticə eləmiş idmançılar üçün idman səfiri olmaq bizim respublikamızda keçirilən idman yarışları və idman tədbirlərində bizim nümunəvi idmançılar kimi iştirak eləməyimiz, səfir kimi idmanımızı gənclərə, məsələn, yeni başlamış idmançılara öz yarışlarında motivasiya olaraq, ilham olaraq orada yarışda iştirak edib, onlara dəstək olmaq və respublikamızda bütün nəinki ağırlıq qaldırma, taekvondo, judo və digər idman növləri yox. Yəni biz
bütün idman səfiri adından bütün idmançılarda, idman yarışlarında öz dəstəyimizi vermək üçün tədbirlərdə iştirak eləyib idmanımızı tanıtmağa və yaymağa çalışırıq da belə desək. Aliyə xanım, bəs siz idman səfiri kimi hansı tədbirlərdə iştirak edirsiniz və bu tədbirlərin əhəmiyyəti barədə nə düşünürsüz? Biz idman səfiri kimi bütün idman tədbirlərdə, idman yarışmalarda iştirak edirik. Biz ora fəxri qonaqlar kimi dəvət olunuruq. Aha. Aliyə xanım, gəlin məhz sizin öz işinizdən danışaq, gimnastikadan danışaq. Gimnastika üzrə milli komandanın məşqçisi kimi bu komanda üçün nələr etməyi planlaşdırırsınız? Gələcəkdə çoxlu yarışmalar var. Biz uşaqları ora hazırlaşdırmaq istəyirik. Yüksək səviyyədə orada özlərini göstərsinlər, Azərbaycanı təmsil etsinlər. Uğurlar arzulayırıq sizə. Çox sağ olun. Siz səfir olaraq doğrudan da nəyi təbliğ etmək və necə təsir göstərmək istəyirsiniz? İdman səfiri olaraq ilk öncə onu demək istəyirəm ki, biz gənc idmançılarımıza həm güclü olmağı, həm lider olmağı, eyni zamanda da nə qədər böyük nailiyyətlər qazandığına baxmayaraq yenə də sadə qalıb və eyni zamanda da təhsil almağı örnək göstərir. Çünki burada əyləşmiş bütün idman səfirləri hamısı yüksək ali təhsilli idmançılardır və biz hər zaman da öz çıxışlarımızda da qeyd edirik ki, idmanla məşğul olmaqla yanaşı siz eyni zamanda da təhsil almalısınız. Bildiyiniz kimi biz keçən ildə idman səfiri olaraq seçilmişdik. Orada da Qubada keçirilən festivalda biz iştirak elədik. Həmin festivaldakı idmançılarla birbaşa kontaktda olduq. Onların suallarına cavab verdik. Onlara maraqlandıran suallardır bu professional idmançı necə qidalanır və yaxud hansı məşq proseslərində hansı Təcrübəmizi bölüşdük. Bəli, öz təcrübəmizi bölüşürük və onlar da bu təcrübədən yararlanırlar və gələcəkdə hər hansı bir çətinliklərlə rastlaşanda artıq bizim onlara dediyimiz sözlər yadlarına düşür və düşünürəm ki, biz bu sahədə onlara bir təkan oluruq ki, onlar digər pilləkəni atlıya bilsinlər. Aha, siz nə düşünürsünüz idman səfirinin məsuliyyətləri İdman haqqında? səfirinin birinci vəzifəsi mən deyərdim ki, idmanı və sağlamlığı təbliğ etmək və bir nümunə olmaq gənclər üçün, yəni bizim ardımızda gələn yeni yetişən idmançılar üçün bir qarşıda nümunə olmaq və öz təcrübələrimizi onlarla paylaşmaq. Yüksək idmanla, belə deyim, yeni başlayan idmançılar arasında bir vasitə kimi də biz oluruq. Gənclərə biz öz təcrübələrimizi bölüşürük, öz idman növlərimizi, öz təcrübəmizdən öyrəndiklərimizi, çətinliklərdən necə keçməyi onlara öyrədirik və onlardan da bir keçid prosesi olmağına biz bir əlimizdən gələn köməyi eləyirik. Bəlkə elə misal göstərəsiz, çətinliklərdən danışdınız. Doğrudan da bir uğurlu idmançı olmaq üçün nələrə dözmək lazımdır? Hansı çətinliklər var? Məsələn, elə idmançı var ki, yeni gənc idmançıdır, ilk dəfədir yarışa qatılır. Onun daxilində psixoloji çox bir sarsıntı, yarış qabağı həyəcan olur. Xüsusilə burada həmkarlarımın hər biri özlərinin idman zalları var və hər biri gənclərin yetişməyində əmək sərf eləyirlər. Və onlar hamısı bilir ki, yeni çıxan idmançı yarışda hansı hissləri keçirir, yaxud da təcrübəli idmançı hansı hissləri keçirir. Həmin prosesdə biz onlara kömək eləyirik. Yəni, çünki onların hamısını biz keçmişik, adlatmışıq, bizə də öyrədiblər, yaxud da biz təcrübədə bunu qazanmışıq və biz o qazandıqlarımızı və öyrəndiklərimizi həmin gənclərə öyrədirik. Onlara o qədər də çətin olmur. Yəni demək olar ki, o həyəcanı hətta atlatmaq da olur belə bir dəstəklə, psixoloji dəstəklə. Aha. Hər kəsin gərginliyi aradan qaldırmaq üçün yəqin ki öz metodu var, hər birinizin yəqin ki var. Siz necə gərginliyi aradan qaldırırsınız? Hər idmanın özünə məxsus, özünə xas gərginliyi, stresi olur. Yəni biz professional idmançılar, yəni Xəyyam müəllimin qeyd etdiyi kimi, yəni bunu zamanla artıq necə idarə eləyib, necə bu gərginliyi sakitləşdirmək və təmiz onu keçirməyi artıq biz öyrənmişik. Məsələn, mən özüm də məşq zamanı da, yarış zamanında çox gərgin olan bir idmançıyam. Yəni bunu da artıq mənimlə çalışan məşqçim bilir, necə eləmək lazımdır ki, dadaş sakitləşsin, gərginliyi aradan qalxsın. Bu gərginliyi aradan qaldırmaq üçün bəzən də bizim öz yanımızdakı məşqçilərimizə ehtiyac olur ki, yəni onlar artıq bizi tanıyırlar, bilirlər. İstənilən idmançıda
gərginlik olur yarış qabağı. Hətta zbor yığmaq komandanın təlim məşq toplanışları zamanı da bu olur. Yarış qabağı lap çox olur. Bir də yarışda baxır idmançının qarşısında hansı rəqibdir. O rəqibə görə də başqa bir gərginlik gəlir. Amma təcrübə ilə bunu ötürmək olur necə? Təzə gələn idmançı bilmir bu gərginlikdən necə çıxsın, ona məşqçi kömək eləyir. Yəni ki, elə bir problem yoxdur. Məsəl üçün sən o güclüsən, sənə lazım olan məşqləri etmisən. Yəni sakitləşib və özünə inandığın nəyi ki toplamısan təlim məşq toplanışlarında onu ortaya qoymaq lazımdır. Yəni rəqibi çox fikirləşmək lazımdır. Yaxud da başqa elə idman var ki, orada alətlə çıxış eləyir. Məsələn bizim Dadaş kimi. O bilir ki, məşqlərdə hətta elə olub ki, bundan da ağır çəkilər qaldırıb. Ona görə də yarışda məsələn biraz da aşağı çəkini sifariş verəndə o düşünürəm ki, o fikirləşir ki, mən bundan ağırını da artıq qaldırmışam. Yəni burada yarışda hətta istəyə bilər ki, idmançı özü istəyər ki, bacara bilər ki, tamaşaçıların orada olmağından müsbət istifadə eləsin. O motivasiya verir. Aha. Baxın Dadaş bəy bayaq məşqçinin adını, məşqçiləri vurğuladı ki, yəni bizi vəziyyətdən çıxarmaq üçün məşqçilər də çox kömək eləyir. İdman səfirləri bir növəsində mentordular. Və bu mənada məşqçi və mentor arasında hansı oxşarlıqları görürsüz? Həmin vəziyyətdəki psixoloji kömək zamanı demək olar ki, eyni rolu oynayırlar. Səfir də və idmançı da. Amma idmançı yarışa çıxanda yanında yenə də məşqçi olur, səfir olmur. Yarışa qədər səfirlə onun bir əlaqəsi varsa, yaxud da onu televiziyada görürsə, yaxud da kənardan görürsə, o zaman o ondan nəsə əldə edə bilər, yaxud da yaxınlaşıb öz təcrübəsini bölüşməyi xahiş edə bilər və əlbəttə biz məmnuniyyətlə həmişə bölüşürük. Yəni səfir biraz kənardan kömək eləyə bilir, amma məşqçi onun yanında olur deyə məşqçinin üzərinə məsuliyyət daha çox düşür. Aha. Biz fikirləşirik ki, idman səfiri olan idmançılar həm də kumir olmağı bacarmalıdırlar. Gənclər üçün, ümumiyyətlə digər idmançılar üçün sevimli olmağı bacarmalıdırlar. Və bunun üçün də nailiyyətlər vacibdir. İstəyirik bizə öz nailiyyətlərinizdən, xüsusilə ən yadda qalan nailiyyətlərinizdən danışasınız və niyəsini də sizdən eşitmək istəyirik. Mənim üçün hər zaman qeyd eləmişəm. İndi də mənim evdə bir medal lövhəm var. Böyük bir lövhədir. Ən başda mənim dünya çempionatında birinci medal qazanmağım var. Ondan sonra da nailiyyətlərim olub, dünya ikincisi də olmuşam. Yəni daha da yaxşı eləmişəm də nəticələrim. Qızıl medallarım da olub Avropa çempionatında. Amma həmin dünya çempionatında Braziliyada keçirilən 21 yaşımda bir gənc idim və o medalı əldə edərkən, yəni ondan sonra mənim həyatımda çox böyük dəyişiklik oldu və nəticələrin ardı kəsilmədi. Belə deyim də, hər bir idmançının üçün bir yarış olur ki, onun dönüş nöqtəsi olur və artıq ondan sonra qatar necə reysin üstündə getməyə başlayır, sən də o reysin üzərinə düşürsən və başlayırsan nəticələr əldə etməyə. Mənim üçün ən yadda qalan o olub ki, mən dünya çempionatında 2 dəfə birinci medal qazanandım. Buyurun siz. Onu qeyd etmək istəyirəm ki, ümumiyyətcə bütün idmançılar üçün bütün nailiyyətlər əslində yəni yadda qalan və əzizdir. Amma mən düşünürəm ki, yəni onları düzdür belə çox seçə bilmirəm, amma ən yadda qalan və ən belə deyək də eyni zamanda da çətin gələn bir yarış mənim üçün Tokyo Olimpiya oyunlarına vəsiqə qazanmağımın yəni yarışıdır. Çünki həmin yarışda zədəli idim və lisenziya xarakterli turnir olduğu üçün yəni çox həyəcanlı idim. Bayaq elə sualınızın da cavabı olaraq, yəni professional idmançılar da həyəcanlı olurlar hər yarışda. Təbii ki, biz o həyəcanı vaxtında yəni dəf eləyə bilirik. Həmin o yarışda yəni medal qazanmamışdan əvvəl mən Ukraynalı rəqibimlə düşmüşdüm və məndən qat-qat çox hündür olan bir rəqib idi. Yəni potensiallı, yəni rəqib, çətin rəqib olduğu üçün biraz gərgin mücadilə getdi. Daha sonra isə amma ona baxmayaraq son saniyələrdə 7 xal irəli keçərək mən ona qalib gəldim. Baxmayaraq ki, zədəm yəni ondan qabaq mən 2 həftə ancaq reabilitasiya olunmuşdum və demək olar ki, tam məşqlər eləyə bilmirdim. Ona görə ən yadda qalan və onu da qeyd etmək istəyirəm. Artıq 3-cü Olimpiya oyunlarına vəsiqə qazanmış olmağım da təbii ki, bunu yəni o şey göstərir ki, daha çox yadda qalan yarış odur mənim üçün. Sizi təbrik edirik. Təşəkkürlər.
Dadaş, biz də əslində uğurlardan danışırdıq. Düzdür, bəzən belə hallar da olur. Biz istəyirik siz öz ən önəmli və sizin üçün ən vacib hesab etdiyiniz uğurdan danışasınız. Mənim üçün yadda qalan maraqlı uğurum, yəni orada məhz mənim çempionluğum yox. Yəni mən yarışa hazırlaşanda Avropa çempionatına 2024-cü ildə sağ dizimdə bağlar qopdu. Yəni çox ciddi bir travma aldım. Əslində mən məşqləri dayandırmırdım. Yəni birtəhər məşqləri eləyirdim. Qıraqdan çox mənə belə desək təpki var idi ki, yəni getməsin, ehtiyac yoxdur. Təzyiq var idi. Gedib bir nəticə əldə eləyə bilməyəcək. Buna baxmayaraq, yəni mən çalışdım və Xəyyam müəllim də vurğuladığı kimi bizim məşqçilərimiz də biz professional idmançıların ərsəyə gəlməyində, bu nəticəyə çıxmağında böyük rolu var. Yəni Asif Məmmədov da onda məşqimə baxırdı, hal-hazırda da baxır. Yəni məşqçim dəstək göstərdi mənə. Yəni biz bu missiyadan keçdik. Mən Avropa çempionu oldum. Yəni qıraqdan mənə təzyiq eləyənlər də buna baxdı. Yəni əslində bu mənim üçün çox yadda qalan, çox uğurlu oldu, amma buna baxmayaraq bütün hansı yarışlarda nəticə eləmişəm, onların hamısı mənim üçün yadda qalıb. Aha, buyurun, ən uğurlu hesab etdiyiniz yarışınız, mükafatınız? Mənim üçün bütün yarışmalar yadda qalan yarışmalardır. Ən uğurlu yarışmalar Avropa çempionatları və dünya çempionatları olub mənim üçün. Biz komanda ilə birlikdə Avropa çempionatlarda 2014-cü və 2018-ci ildə medal qazanmışıq. Bürünc və gümüş medal qazanmışıq. Və 2019-cu ildə Bakıda keçirilən dünya çempionatında Olimpiya oyunlarına, 2020-ci il Olimpiya oyunlarına lisenziya qazanmışıq. Həmkarlarım qeyd elədiyi kimi bütün yarışlar bizim üçün çətin və şərəfli olub. Amma mənim də bir yarışım var ki, o mənim üçün ən məsuliyyətli və çətin olub. Bildiyiniz kimi 2017-ci ildə Bakıda 4-cü İslam Həmrəyliyi oyunları keçirildi. Və o mötəbər yarışın proqramına bizim milli idmanımız olan Zorxana və Pəhlivan güləşi də düşmüşdü. Və yarışın həm mötəbərliyi, həm də öz ölkəmizdə keçirildiyinə görə daha çox məsuliyyət qoyurdu bizə və bu mənim üçün ən məsuliyyətli və çətin yarış olmuşdu. Həmçinin qeyd edeyim ki, orada mən idman meneceri kimi yarışın təşkilatında da iştirak eləyirdim. Həmçinin yığma komandanın böyük baş məşqçisi idim. Baxmayaraq ki, 3 məsuliyyətli ağır iş qarşımda dururdu. Şükürlər olsun ki, öhdəsindən layiqincə gəldik və həmin yarışda bizim komandamız komanda hesabında ikinci, mən özüm isə 2 gümüş və 1 bürünc medal qazandım. Bu mənim üçün yadda qalan həm təcrübə oldu, həm də yadda qalan çətin yarışım oldu. Aha, uğurlar arzulayırıq hər birinizə. Bəzən çətinliklər ola bilsin, geri dönüşlər, məsuliyyətlər, hamısı bizə əslində idmanda uğur qazanmaq üçün həm təzyiq, həm də yaxşı mənada təsir göstərir. Əsas odur ki, biz sonda uğurlardan belə bu formada danışa bilirik. Təşəkkür edirik iştirakınız üçün və idman səfiri kimi fəaliyyətinizdə də hər birinizə uğurlar arzulayırıq. Biz də təşəkkür edirik. Dostlar, yəqin ki, ötən həftə Akademiya Parkında baş tutan sərgidən xəbəriniz var idi. Elə biz də sərgidən, kitabdan, oxumaqdan kənar qalmayıb, prosesdə iştirak edib, eyni zamanda sizin üçün sujet hazırladıq. Bugünkü 4-cü Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı artıq 4 ildir adına göründüyü kimi sərbəst keçirilir. Düşünürəm ki, ortaq türk dilinin müzakirə olunduğu bir dövrdə belə bir türk dilli şair və nasirlərin bir araya gəlməsi, istər sənət nümunələrinin paylaşılması, yaradıcılıqlarının paylaşılması adına, istərsə də türk ədəbiyyatının inkişafı adına faydalıdır. Mən bunu faydalı hesab edirəm. Ümumiyyətlə, hal-hazırda sərgidə bugünkü kitab festivalında təxminən 1000-in üzərində kitab çeşidi ilə biz iştirak edirik. 5 il, 6 il müddətində yayımladığımız kitabların çeşidi təxminən 2000-ə yaxındır. Burada bizdə var dünya ədəbiyyatından tərcümələr, yeni tərcümələr var. O cümlədən uşaq nəşrləri var, yeni nəşrlər. İstər Azərbaycan ədəbiyyatından, istər dünya ədəbiyyatından uşaq nəşrləri var. Daha sonra müxtəlif metodik vəsaitlər var hal-hazırda və bizim özümüzə məxsus bir seriyamız var. 1 saatda tarix adlanır seriya. Həmin seriyadan təxminən 60-a qədər kitab işıq üzü görüb. Həmin kitabları bugün sərgiləyirik. Sizdən balaca bir statistika öyrənməyə çalışmaq istəyirik. Bugün məhz ən çox satdığınız kitab hansı janrlardaydı?
Ən çox satılan kitablar maraqlıdır və sevindiricidir ki, yəni romanlar çox oxunur. Azərbaycan dilinə tərcümə olunmuş romanlar çox oxunurlar. Az yaşlı yeniyetmə məktəblərdir biz gördük ki, onlar rəngli kitablardan daha çox müəllifinə, janrına baxıb roman olsun, kifayət qədər həcmi olsun. Təxminən roman janrında olan və nisbətən daha ədəbiyyat tutumu ağır çəkili, məzmunu sayıla biləcək tarixi, araşdırma yönümlü kitablara üstünlük verməyə başlayıblar oxucular. Hər halda mənim diqqətimi çəkən bu oldu. Mən düşünürəm ki, ilin günün bu vaxtında, yəni gözəl bir yaz günlərində Bakıda yaşayan insanlar üçün gözəl bir əyləncədir. Həm şəhərin ən gözəl yerlərindən biridir, həm də oxucular gəlib burada endirimlə kitablar ala bilərlər. Gəlin məhz bugünün sizdə ən çox populyar olan kitab janrından danışaq. Daha çox hansı janrda kitablar satıldı və ümumiyyətlə sizcə hazırda Azərbaycanda hansı janra maraq daha çox böyükdür? Mən təəssüf hissi ilə bildirirəm ki, Azərbaycanda heç bir janra maraq yoxdur. Dünyada ən çox oxunan populyar gündəlik fast food ədəbiyyatı deyirlər də, amma detektivdir. Ona belə ədəbiyyat oxucuları maraq az göstərir bizdə. Artıq 4-cü dəfədir ki, bildiyiniz kimi Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir və ildən ilə düzdür, artıq mənzərə hər ötən ilə nisbətən biraz fərqli olur. Yəni konkret say, konkret maraq göstəriciləri yoxdur. Amma hər halda festivalın özünün həyata keçirilməsi kitaba marağın, oxu vərdişinə marağın, ümumi maariflənməyə, deyək bədii zövqün formalaşdırılmasına xidmət edir. Bu da özlüyündə çox əhəmiyyətlidir və təsadüfi deyil ki, artıq ikinci dəfədir səhv eləmirəmsə, festival Milli Elmlər Akademiyasının qarşısında, yəni tələbələrin daha çox sıx olduğu bir ərazidə keçirilir. Bu da vacib nüanslardan biridir. Mən düşünürəm ki, təkcə mən yox, ədəbiyyatın, kitabın, sözün yanında olan və ölkənin kitabla bağlı gələcəyini düşünən hər kəs bu festivalın davamlı, daimi olmağını arzulayar və olmalıdır da. Düşünürük ki, belə də olacaq. Ola bilsin ki, maraq və insanların sayı barədə dəqiq statistika deməm mümkün deyil, amma hər halda kitab janrlarından hansına daha çox maraq olduğu barədə sizdə müəyyən bir fikir formalaşıb. Sizcə bu janr hansıdır? Necə fikirləşirsiniz? Çox təəssüf ki, kəmiyyət göstəriciləri keyfiyyətin yanında deyil hal-hazırda. Dedektiv əsərlər, daha sonra özünün inkişafla bağlı kitablar, marketinq, biznes, psixoloji əhəmiyyətli kitablar daha çox tirajlanır, daha çox satılır və onların alıcı kütləsi daha çoxdur. Dostlar, bu buraxılışımız da belə sona çatır. Biz bu dəfə idman səfirlərinin kim olduğunu, onların fəaliyyətini araşdırıb öyrəndik. Eyni zamanda idmançılarımızın uğurları haqqında danışdıq. Siz isə bizi sosial media hesablarımızdan izləməyi, rəy və təkliflərinizi yazmağı unutmayın. Hələlik!